Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Ötən bayram günlərində Respublika miqyasında bütün veteranlar diqqət və qayğı ilə əhatə olunub. Yaşlı adamları kiçikdən böyüyə hamı təbrik edirdi. Mahaçqalada 144 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır və onların hər birinə gül çiçək dəstələri, ərzaq məhsulları və maddi yardım təqdim olunub. Döyüş meydanlarından qayıtmayanların xatirəsini əbədiləşdirmək məqsədi ilə bir sıra şəhər və kəndlərdə abidələrin açılış mərasimi keçib. Beləliklə, Tilərət rayonunun Mazada kəndində Böyük Vətən müharibəsi veteranları şərəfinə açılmış abidə kənd qəhrəmanlarının adları həkk olunub. Kizlər rayonunun Novoy Megib kəndində Sovet İttifaqı qəhrəmanları şərəfinə açılmış stella üzərində Məhəmməd Hacıyevin, Məhəmməd Həmzətovun, Bulat Əliyevin və Abdurrahim Məhəmmədovun adları həkk olunub. Buynaqsıq rayonunun Atlanaul kəndində Böyük Vətən müharibəsində iştirak etmiş kənd sakinlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə ucaldılıb. Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan beynəlxalq Qələbə estafeti Dağıstanın rayon və şəhərləri boyu hərəkətdədir. Aksiya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət sərhədləri boyunda keçir. Estafetin keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Müstəqil Dövlətlər Birliyi ölkələri rəhbərlərinin şurasında qəbul edilmişdi. Estafet artıq Mahaçqala, Kaspisk, Kaçubey və Kizlyar ərazisindən keçib, hazırda sərhəd rayonlarında davam edir. Qələbə estafeti cari il fevral ayının 2-sində Brest və Murmanskda start götürüb. 2 estafet simvolu müxtəlif marşrutlarla bir-birinə qarşı hərəkətdədir. 20 gün gedişində estafet simvolu Respublikanın sərhəd boyu rayonlarının ərazisindən keçəcək. May ayının 23-də Azərbaycan Respublikası ərazisindən Dağıstana estafetin 2-ci simvolu daxil olacaq və hər iki kubok birgə Moskvaya yola salınacaq. May ayının 28-i sərhədçilər günündə ölkə paytaxtında vətən sərhədçilərinə abidə önündə estafetin başa çatmasına həsr olunan miting keçiriləcək. Qələbə estafeti simvolu 1941-1945-ci illərin Böyük Vətən müharibəsi muzeyinə və Federal Təhlükəsizlik Xidməti Mərkəzi Sərhəd muzeyinə ötürüləcək. Dağıstanda uşaq və gənclərin tərbiyələndirilməsi sahəsində 10-cu Ümumrusiya müsabiqəsinin 1-ci regional mərhələsi keçib. İntellektual yarışların təşkilatçısı kimi Respublikanın Elm və Təhsil Nazirliyi və Rus Pravoslav Kilsəsinin Mahaçqala yeparxiyası çıxış edir. 7 nominasiyada keçmiş müsabiqəyə 37 pedaqoqun işi təqdim olunub. Yekunlar üzrə müəyyən olunmuş 13 nominant və laureat müsabiqənin Respublikada keçəcək 2-ci mərhələsində iştirak edəcək. Mahaçqala aeroportunda inzibati şöbə rəisi İmara Abumüslümovanın məlumatına əsasən aeroportdan Soçiyə birbaşa reyslər təşkil edilir. Pobeda aviaşirkəti may ayının 25-dən sentyabr ayının 14-nədək hər həftə bazar ertəsi müvafiq sərnişin daşıntıları ilə məşğul olacaq. Hər iki istiqamətə biletin orta dəyəri 5500 rubl müəyyən edilib. Halbuki Mahaçqaladan Soçiyə və geriyə avtobus qiyməti 4000 rubuldur. Qeyd etmək yerinə düşər ki, Pobeda aviaşirkəti Aeroflotun aşağı büdcəli sərnişin daşıntıları çərçivəli layihəsini tətbiq edir. Dağıstan Respublikasının Dövlət Baytarlıq Xidmətinin əsaslarına görə cari ilin 1-ci kvartalında Dağıstanda 21 nəfər bruselyoz xəstəliyinə düçar olub. Ötən il müvafiq xəstəliyə 144 nəfər tutulmuşdu. Bu rəqəmlərin dili ilə Respublikada xəstəliyin səviyyəsi aşağı enməkdədir. Respublikada bugünə iri buynuzlu heyvanlar arasında qeyri-qənaətbəxş iş aparan 9 məntəqə qeydə alınmışdır ki, onların da artıq ikisində sağlamlaşdırma tədbirləri tətbiq edilir. Xırda buynuzlu mallara gəldikdə Dərbənd və Sumada rayonlarında da müvafiq məntəqələr aşkar edilib. Dərbənddə şəhərin 2000 illiyinə hazırlıq işləri çərçivəsində küçələrdə köhnə işıq avadanlığı təzələnir. Cari il sentyabr ayının 15-nədək müvafiq işlər küçələrdə tam başa çatdırılmalıdır. Bundan əlavə Narınqala istehkamında da işıq avadanlığı quraşdırılacaq. Elektrik ötürücü xətlərində əsaslı təmir işləri də baş alıb. Başlıca diqqət mərkəzi küçələrə, sosial mahiyyətli obyektlərə, qala ətrafı əraziyə yönəldilir.
Dağıstanda azad güləş üzrə ölkə çempionatı başa çatıb. Yarışların son günündə Dağıstanlı idmançıları dəstəkləyənlər arasında Respublika rəhbəri Ramazan Abdullətifov, hökumət sədri Abdusəməd Həmidov da var idi. Bu dəfə yarışlar Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvilinin bilavasitə iştirakı ilə aparılırdı. Qeyd etmək yerinə düşər ki, 57 kiloqram çəki dərəcəsində Yakutiya nümayəndəsi Viktor Lebedev, 70 kiloqram dərəcədə Stavropol diyarını təmsil edən Məhəmməd Rasul Həzi Məhəmmədov, ağır çəki dərəcəsində isə Şimali Osetiya Alaniyalı olimpiya çempionu Hacı Murad Qatsalov qızıl medal əldə etdilər. Qonaqlar baxmayaraq ki, müvafiq səviyyəli tədbir Dağıstanda ilk dəfə təşkil edilir, yarışçıların və hakimlər kollegiyasının ən yüksək səviyyədə iş apardığını vurğuladılar. Siz xəbərlər buraxılışını dinlədiniz.